Lənkəranda sərxoş qadın tır sürücüsünü qarət edib. Hadisə Ələt-Astara yolunun 164-cü kilometrliyində Lənkəran rayonu Girdəni kəndində qeydə alınıb. İttiham aktına görə 52 yaşlı Arifə Məcidova sərxoş halda yol kənarında dayanıb. Evinə getmək üçün avtobusu gözləyirmiş. Bu zaman ölkələrarası yük daşıma ilə məşğul olan İran vətəndaşı idarə etdiyi tırı onun yaxınlığında saxlayıb. O sürücünün icazəsi ilə avtomobilə əyləşib. Yolda Arifə sürücünün pul kisəsini saxladığı yeri görüb. Sürücü hansısa iş üçün avtomobildən enən zaman Arifə içərisində $900, təxminən 1530 manat olan pul kisəsini götürüb. Zərər çəkən bunu biləndə isə Arifə inkar edərək maşından düşüb və pulu çəmənlikdə çınqılın arasına ataraq ərazidən gedib. Sonra taksi ilə həmin yerə pulu götürməyə qayıdıb. Lakin bu zaman həmin tır və sürücüsü də orada olub. Zərər çəkən hadisə ilə bağlı polisə şikayət edib. Nəticədə Arifə Məcidova saxlanılıb və barəsində cinayət işi açılıb. Lənkəran rayon məhkəməsinin qərarı ilə Arifə Məcidova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.